Xəbər axşamı ikinci saatı ilə öz işini davam etdirir. İlk növbədə sizə bəzi xəbərləri diqqətinizə çatdırmaq istəyirəm. Azərbaycan Respublikasının birinci vitse-prezidenti Mehriban Əliyeva və Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva Bakının Nəsimi rayonunda yerləşən bir saylı körpələr evində və Nizami rayonundakı bir saylı uşaq evi sosial xidmət müəssisəsində olublar. Bir saylı körpələr evində hazırda qeyd edim ki, 3 yaşadək 63 uşağı var və birinci vitse-prezident Mehriban Əliyeva və Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva mütəmadi olaraq burada olurlar və körpələrin sağlamlıqları, həmçinin onların yaşayış şəraiti ilə daim maraqlanır, balacalara xüsusi qayğı ilə yanaşırlar. Bir daha qeyd edelim ki, birinci vitse-prezident Mehriban Əliyeva və Leyla Əliyeva bir saylı uşaq evi sosial xidmət müəssisəsində olublar və burada sakinlərlə görüşüblər və onları hədiyyələrlə sevindiriblər. Hazırda bir saylı uşaq evi sosial xidmət müəssisəsində 3 yaşdan 18 yaşadək 100 uşağı var. Onların təhsil alması, idmanla məşğul olması və sağlamlıqlarının təmin edilməsi üçün burada hər cür şərait yaradılıb. Bəli,